Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə hazırlanması fərqli, çox dadlı, görünüşü gözəl peçenye reseptini paylaşıram. Bu peçenyeni hazırlamaq üçün 2 cür xəmir hazırlayacağam. Qaba 130 qram un, 2 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı vanil, yarım çay qaşığı sərkök əlavə edib qarışdırıram. Üzərinə 100 qram yumşaq ərəyağı əlavə edib xəmiri yoğururam. Ələ yapışmayan yumşaq xəmir olmalıdır. Xəmiri paketə yerləşdirib soyuducuda 20 dəqiqə saxlayıram. İkinci xəmiri hazırlayıram. Qaba 170 qram un, 2 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı vanil, 20 qram yumşaq ərəyağı əlavə edib umac edirəm. %80 ml su hissi əlavə edib xəmiri yoğururam. Ələ yapışmayan yumşaq xəmir olmalıdır. Xəmiri paketə yerləşdirib soyuducuda 20 dəqiqə saxlayıram. Dəzgahın üzərinə un əlavə edib, birinci hazırladığım sarı xəmiri bu formada uzunsov forma verib və hissələrə bölürəm. Xəmiri 24 bərabər hissəyə bölürəm. Bu formada kündələr hazırlayıb soyuducuda 10 dəqiqə saxlayıram. İkinci hazırladığım xəmiri də yenə birinci xəmir kimi uzunsov forma verib 24 bərabər hissəyə bölüb kündə edirəm. Soyuducuda 10 dəqiqə saxlayıram. İçlik hazırlayıram. 100 qram qoz ləpəsinin üzərinə 3 xörək qaşığı şəkər pudrası, 1 paket vanil, 1 ədəd yumurtanın ağını əlavə edib qarışdırıram. Dəzgahın üzərinə un əlavə edib birinci ağ xəmiri yayıb üzərindən sarı xəmiri yerləşdirib bükürəm. Hazırladığım xəmirləri uzunsov formada yayıb, sonra isə bükürəm. Xəmirlərin hamısını bu formada hazırlayıram. Daha sonra bükdüyüm bu xəmirləri bu formada yenə uzunsov formada yayıb bükürəm. Bükdüyüm xəmirləri bu formada yayıram. İki xəmiri üst-üstə yerləşdirib üzərinə içlik qoyub bükürəm. Peçenya reseptini həmişə olduğu kimi açıqlama bölməsində qeyd edəcəm. Peçenyeləri soba tavasına düzüb üzərini bu formada kəsirəm. Üzərini bıçaqla da kəsə bilərsiniz.
Peçenyeləri 180 dərəcə qızdırılmış sobada üzərləri həfif qızarana qədər bişirirəm. Görünüşü gözəl, dadı möhtəşəm, ağızda dağılan peçenye reseptidir. Videonu bəyəndinizsə kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.